Selamun aleyküm. Bu artıq neçənci dəfədir bu mübarək cümə günündə görüşürük. Bu təvafuf falayiq görürük. Bir mövzu haqqında istəyirəm danışım. Düzdür, bizim üçün bu maraqsız gəldi, bizim cəmiyyət üçün. Çünki bizim cəmiyyət üçün belə mövzular maraqsız gəlir və üstündən keçdi. Bizim üçün daha vacib Ermənistanda hansı dağanın seçilməsidir. Yəni durub indi artıq o günə qalmışıq ki, Saakashviliyə, Zelenskiyə, indi də Paşinyana azarkeşdirik. Bu cəmiyyətin ideoloji olmamasından xəbər verir. Deyə bilərsiniz, bu yaxın qonşuda bu saat güya Qafqazın taleyi həll olunur, nə olur? Heç nə də olunmur. Ermənistan öz taleyini həll edir və vaxt odur ki, Azərbaycana növbəti zərbə endirmək və bunu Paşinyan edəcək seçilsə əgər. Bizdə isə Paşinyana azarkeşdirik. Bu da başqa bir bədbəxtçilikdir. Siyasi konjunktura bunu istəyir. Yaxşı, siyasi konjunktura çox şey istəyə bilər. Bəs cəmiyyətimizə nə gəlib? Cəmiyyətimiz anlamır ki, İlanın ağı da qarasında nəhlət. Yəni Paşinyan heç də ya Paşinyan, ya Simonyan, heç biri bunlar, nə Mirzoyan, bunlar heç biri. Siz onların 20-ci ildə qabaq bir postlarına baxın, paylaşımlarına baxın, artsaq deyə anqırırdılar. İndi bunlar hamısı bizim sevimli personajlarımız olub. Bu da bu ideolojik cəmiyyəti, hakimiyyətə də, ideolojik hakimiyyətə də belə ideoloji olmayan cəmiyyət sərf edir. Ona görə indi Ermənistanı müzakirə edir. Mən başqa şey müzakirə etmək istəyirəm. Əslində biz bunu müzakirə etməliydik. Biz bu Qazaxstan, bilirsiniz, Qazaxstan rəsmi olaraq özünü Qızıl Ordanın varisi elan elədi. Rusiyanın, bilirsiniz, Qazaxstanı Lenin fikirləşib və s. bu iddialarından sonra Qazaxstan rəsmən Tokayev Qazaxstanın Qızıl Ordanın varisi özünü elan elədi və bugün də Qazaxstan parlamenti adını dəyişib qurultay qoyub. Yəni bu Türk ideoloji belə kökünə Qazaxstan qayıdır. Düzdür, mənim Tokayevdən xoşum gəlmir. Onun buradan da Cənubi İsrailin prezidentini Qazaxstan qəbul edir. Cənubi Kiprın lideri ilə görüşür. Bu anti-İslam, anti-Türk siyasətinə davam edir. Bu hamıya xoş gəlsin dedi. Bir neçə stulda oturmaq istəyir. Amma biz Tokayevlar gələr gedərdi. Amma əsas Qazaxstan dövlətinin öz keçmişinə qayıtması və öz dövlətçilik ənənələrinə. Qazaxstan demir, biz ancaq Alaş Ordanın, yəni o vaxt olan da cümhuriyyət olub, onun varisiyik. Və ya da Qazaxstan SSR-nin varisi. Qazaxstan biz Qızıl Ordanın, Toxtamışın, Mamayın, biz 300 il Rusları, bütün o böyük Avrasiya ərazisini, bir tərəfdən Rusiya, bir tərəfdən Çin, bir tərəfdən Şərqi Avropa fəth edən böyük bir dövlətin, imperiyanın varisi. Qazaxstan mövqe ortaya qoyur. Yəni Rusiya deməsi ki, sən mənim vaxtımda ulusum olmusan vaxtında. Moskoviya Qızıl Ordanın ulusu olub, yəni vilayəti olub, əyaləti olub, necə istəyirsən, rayonu olub. Yəni onu deməsi. Ruslar çox deyir axı, siz bizim olmusan. Amma bunu Qazax türkləri deyirlər, yox, sən bizim olmusan. Sən bizdən doğmusan. Ruslar nə deyir? Ruslar deyir ki, siz hamınız Rus imperiyasından doğmusunuz. Bizi də Türkistan türklərinin də hamını deyir. Yəni Ukraynalılar da hamını. Amma Qazaxstan orta qurur, yox, Qızıl Ordanın varisiyəm mən. Sən Rusiya Qızıl Ortadan doğulmusan. Yəni mən səni doğmuşam dövlət olaraq. Yəni bu mesaj verir. Baxmayaraq Tokayev Erdoğandan sonra Putin də təmtəraqla qəbul edir. Amma görürsünüz, qanunlar da qəbul edir. Və bu qanunlar Rusiya olan mesajdır. Və Qazaxstan türklərinin ideoloji formasiyasını, biz periformasiyasını keçirik. Görürük dövlət olaraq Qazaxstan, ən azı Qazaxstanın. Ondan da əvvəl Özbəkistan bəyənmədiyim İslam Kərimov vaxtında Özbəkistan da gətirdilər Əmir Teymurun böyük heykəlini düz Daşkəndin mərkəzində ucaltdılar və Özbəkistan da özünü Teymurilərin varisi elan edib. O da böyük bir Türk imperiyasıdır. O da Ruslardan qabaq olub. Yəni Özbək türkləri də Ruslara hamıya göstərir ki, biz sizdən qabaq olmuşuq, bizim dövlətçilik tariximiz. Biz nə edirik? Biz Azərbaycan türkləri. Biz heç nə, biz nə bilim, Paşinyanı azarkeşdirik və s. digər məsələlərlə məşğuluq. Və uzaqbaşı iki yerə bölünmüşük. Bir qismidir biz Cumhuriyyətdir, bizim varisimiz, biz onun varisiyik, rəsmi də biz Cumhuriyyətin varisiyik. Digər də hakimiyyətdəkidir ki, biz Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevdir. Yəni Heydər Əliyevlə Məhəmməd Əmin Rəsulzadə arasında bölünmüşük. Rəsmi Məhəmməd Əmin Rəsulzadə bu Cumhuriyyətin varisi, qeyri-rəsmi də hakimiyyətin təbliğatı Heydər Əliyev. SSR-də gəldi, Azərbaycanı qurdu, sonra təzədən gəldi, Azərbaycanı xilas elədi, indi də oğlu və s. Yəni biz bu iki tərəfə bölünmüşük. Amma halbuki əgər biz bunu ilə geçsək, fərq etməz, Cumhuriyyəti tutsaq və yaxud da bəzilər kimi desək ki, yox, elə Heydər Əliyev də Azərbaycan dövlətçiliyinin əsas banisi,
Onda biz ermənilər düz dedi, bizim yaşımız Coca-Cola'dan aşağıdır. Düz deyirlər ermənilər, Rusdakı bizi Lenin qrupda məsəl üçün. Amma biz anlasaq ki, qansaq ki, Məhəmməd Əmin Rəsulzadə, Heydər Əliyev, bunlar Azərbaycan dövlətçiliyinin növbəti instansiyalardır, belə deyək. Onlardan qabaq da Azərbaycan dövlətçiliyi olub. Biz artıq öz böyüklüyümüzü göstərə bilərik, məsəl üçün. Amma bunu etmirik, məsəl üçün. Biz nə edirik? Biz elə qalmışıq. Son 100 ildən çıxa bilmirik. O 100 il o burulğanlığından biz çıxa bilmirik. Yəni bundan yapışıb, bundan qalmış və bundan da yapışmağımız, bundan qalmağımız bizim əksinə ermənilərin o versiyası ki, Coca-Cola'dan bizdən daha qədimdir, onu biz isbat edirik. Yəni və burada sual çıxır, yaxşı, Osmanlı, Rəsulzadə və Heydər Əliyev deyənlər deyirəm, yaxşı, Osmanlı atlarla Allah Allah deyib Azərbaycanı azad etməsəydi, Rəsulzadə Cumhuriyyət qura biləsiydilər və ondan sonra Heydər Əliyev gəlib Azərbaycan müstəqil dövlətin başına gələ biləsiydimi? Yox, təbii ki. Ona qalsa əgər. Amma biz elə biz bu burulğanlıqdan çıxa bilmirik. Amma biz çıxmalıyıq. Biz qədim olduğumuzu göstərmək istəyirsə, biz özümüzü niyə Nadir Şah Əfşarın varisi elan etmirik? Şərqin Napoleonunun. 19-cu əsrdə Şərqin ən böyük fatihinin, Şərq İslamının yox, ümumiyyətlə bütün Şərq dünyasının 19-cu əsrdə ən böyük fatihinin Nadir Şah Əfşarını niyə biz Salyanda adam Saatlıda, indiki Sabirabadda, indiki Saatlıda yəni şah olub da. Biz niyə özümüzü Məhəmməd xan Qacarın varisi elan etmirik? Biz niyə özümüzü rəsmən Atabəylərin, biz rəsmən özümüz Səfəvilərin belə varisi elan etməmişik? Şirvanşahları niyə varisi elan etmirik? Uzun Həsən niyə, Qara Yusufu niyə varisi elan etmirik? Bunlar hamısı Səlcuqlunun belə, Səlcuqlunun paytaxtı İsfahanda olub, onu niyə özümüz varisi elan etmirik? Çünki bizim nə hakimiyyətimiz, nə cəmiyyətimiz nə bunu istəyir, nə də buna hazırdır. Əqil baxımdan, beyin baxımdan, əqidə baxımdan. Amma bəyənmədiyimiz Qazax türkləri, Özbək türkləri, birazdan Türkmən türkləri də özlərini hansısa böyük bir Türk imperiyasının, məsələn, Göytürklərin varisi özlərini elan edəcəklər. Amma biz isə qalmışıq iki büt arasında onun bir-biri ilə savaşını edirik özümüzdən və bunda da qaldıqca da Coca-Cola Azərbaycandan daha qədimdir iddiasını təsdiqləmiş oluruq.